Məmməd müəllim müəyyən səbəblərə görə indi biz bir yerdə tez-tez görüşmürük. Ancaq burada oturanların bəziləri şahiddir ki, Allah rəhmət eləsin, bizim daha başqa bir böyük şairimiz Məmməd Dəmirçioğlu'nun bağında biz dəfələrlə görüşmüşük. Kənar məclislərdə də görüşmüşük, yəni sazlı sözlü məclislərdə görüşmüşük. Həmişə Məmməd müəllimlə gözəl şeirlərinə, təclislərinə, qoşmalarına qulaqasmışıq. İndi bunları mən də burada sadalamaq istəmirəm, çünki İbrahim qardaşımız dedi ki, burada əhatəli mövzu olacaq Məmməd müəllimin yaradıcılığı haqqında. Amma indi bizim aşıqlarımızın demək olar ki, dilindən düşmür onun qoşmaları, təclisləri. Və ona görə də biz bunları da eşidəndə tezcəb oluruq və çox bizim üçün xoşdur. Mən bir daha təbrik edirəm sizi, mən də çox qısa danışıram. Ona görə də İbrahim, mən bayaq bir diplom vermişdim, onu mən istəyirəm təqdim edeyim, ancaq sən onu hara qoydun, mən bilməm. Məmməd müəllimin Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə fəxri diplomla təltif edir və mən bunu məmnuniyyətlə Məmməd müəllimə təqdim edirəm. Bura baxın. Bura baxaq şiklimiz səsidir.